Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bugünkü videomuzu hündüşkalardan açıram. Çünkü burada gözü şişme var bu hündüşkamızda. İndi ondan etraflı danışacağım. Ama tek hündüşkalardan gitmeyeceği de videoda söhbət. Toyuğumuz bastırmışdık ördək yumurtasına. Onun yumurtalarına baxmışıq. Onun hakkında danışacağım. Neçəsi dolu çıxdı, neçəsi çıxmadı. Sonra məndən sual verənlər olurdu ki, ördək yumurtası filan neçə gün saxlasaq xarab olmadan qalır da. Elə o toyuğumuzun yumurtasından da anlaşılacaq ki, neçə gün xarab olmadan ördək yumurtaları qalır. Çünki bilirsiniz ki, ördəyimiz 33 dənə yumurtamışdı, onun altına qoymuşduq. Amma belə ümumi əsas hündüşkalarla bağlı danışmaq istəyirəm. Çünki niyə? Göstərim hani o hündüşka, hə burada. Baxın dostlar, hündüşkamızın görürsünüz göz ətrafı şişib. Bilirəm ki, bir çox insanda bu hal baş verir. Çünki mənə yorumlarda da yazırlar. Məndə əvvəl belə hal olmayıb, amma 2 ildir, yəni keçən ildən iniş il deyəsən bir hündüşkamda olmuşdu. Amma keçən il çox hündüşkamda oldu və bu ildə görürəm ki, artıq necə deyim, göründü də, yəni birində başladı mənim hündüşkamım. Və məsəl üçün mənə deyirdiniz ki, o balaca hündüşkanı saxla filan, o düzəlib, neyniyib gördünüz. Yəni ilk xəstəlik gələn kimi birinci ona gəlir. Çünki niyə? Zəifdir. Dünənlər o hündüşkada gördüm, göz şişmə var. Tuttum birisində, mən onu sıxırsam burnundan filan tökülür. O çirk və yaxud da ki, iğne ilə də salıb çəkmək olur, təmizləmək lazımdır. Daha sonra da antibiotik vermək lazımdır o heyvana. Dünənlər tuttum, onu baxanda gördüm, ümumiyyətlə o hündüşkanın dili də yox imiş demə. Mən indiyə kimi fərq eləməmişdim. İndi fərq elədim. Hündüşkanın anadan gəlmə dili də yox imiş. Yəni varı çox balaca da, cüzvi balaca bir şey var orada. Dili də yox imiş. Bu hal, baxın, mən sizdən məsləhət almaq istəyirəm. Bu hal kimin heyvanlarında baş verir, çox xahiş edirəm yazsınlar hündüşka barədə. Yəni bu gözü şişmə, gözaltı şişmə bilirəm ki, çox adamda olur. Kimdə olursa zəhmət olmasa mənə yazsınlar. Ayrıca mən məsləhət istəyirəm sizdən ki, 100% hansı dərman təsir edir ki, mən alım və sizlərlə bərabər həm o dərmanı da yoxlayaq, həm mənim kimi kim əziyyət çəkirsə, onlara da belə necə deyim, bir şey olsun da, yəni onlar da bilsinlər ki, bu hal baş verdiyində nə dərman istifadə etmək lazımdır. Mən özüm şəxsən nə dərmandan istifadə edirəm, sizə deyim. Baxın, antibiotik verirəm. Zaten antibiotik də bunlara xeyir eləyir də bu xəstəliyə deyim də, gözün altı şişməyinə. Zaten bildiyiniz ora çirk yığılır, hansı səbəbdən yığılır, onu inanın, mən də bilmirəm. Antibiotik kömək edir. Mən ultraseptor, oksitetraskilin, bunların ikisindən istifadə edirəm. Amma belə deyim də, bəzisində məsələn 3 gün arxa-arxaya antibiotik verirsən, düzəlir. Bəzisinə isə günlərlə verirsən, çox gec düzəlir. Bu da bildiyiniz kimi tabletki olaraq atdığım üçün həm hər gün tut at boğazına, həm də uzun müddət verdiyinizdə daha çox dərman getdiyi üçün daha çox xərc çıxır da. Ona görə mən istəyirəm ki, əgər içinizdə hansısa bu xəstəliyin tam olaraq çarəsini bilirsə, yəni 100% hə, falan iğnəni vur və yaxud da ki, falan dərmanı ver, Ayxan, olmayacaq, yaşanmayacaq, bütün heyvanlarda keçib gedəcək, mən onu verməyə hazıram. Ona görə istədim həm bunun barədə sizlərdən çəkeyim, həm də soruşum ki, bəs siz nə istifadə edirsiniz bu tip durumlarda? Təbii ki, mən keçən il bundan bağlı Baytara da getdim. Baytar mənə bir iğnə verdi, dərmanın adı çox təəssüflər olsun ki, buyur yazımda deyil. Gətirdim, iğnəni verdim. Xeyir eləmədimi desəm, xeyir elədi. Bir həftə boyunca o heyvanlarımdan çəkildi, bir həftə 10 gün. Daha sonra təkrar gəldi. Demək ki, bu iğnənin elə də böyük mənə təsiri olmayıb. Bu günlərdə TikTokda bir baytar var idi. Bu məşhur baytardı, bütün hər şeylə bağlı məsləhət verir. Bəs yazdım, ondan məsləhət aldım ki, heyvanlarımda belə bir şey var. Nə vurum, 100% nəticə verən. O mənə dedi ki, 100% nəticə verən heç bir dərman yoxdur. Tilazin 5%lik iğnəsi var imiş. 3 dəfə 2 gün arayla vurmalısan. Yəni necə? Vurmalısan, 2 gün keçməlidir, təkrar vurmalısan. Sonra 2 gün keçməlidir, təkrar vurmalısan. Bu da mənim üçün heç məntiqə uyğun bir hərəkət deyil. Mən 3 dəfə iğnə vura bilmərəm. Zaten çünki toyuqcəmə mən özüm iğnə vurmuram. Əlim gəlmir. Çünki bir dəfə vurmuşam, 1-2 dənəsini öldürmüşəm deyə əlimdə. Ondan sonra tamamilə qorxuram. Ona görə iğnə vura bilmirəm. Qonşunu çağıram iğnəsini vurmaq üçün mənim toyuqcəmim. O da neçə gün çağıracam və heç də məntiqli bir şey deyil. Həm deyir 100% nəticə verən bir şey bilmirəm. Bu adam yəni öz diliyinə etiraf edir ki, 100% nəticə verən bir şey deyə bilmərəm. Əlavə olaraq da bir iğnəni 2 gün arayla 3 dəfə vurmaq lazımdır deyir. Bu da yəni qısacası mənə məntiqli hərəkət gəlmədi. Bunları qoyayım o tərəfə. Bu da qısacası mənə məntiqli hərəkət gəlmədi. Ona görə onun məsləhəti çox da mənə uyğun deyil.
Ona görə istəyirəm ki, sizlər də təcrübələrinizi bölüşəsiniz. Çünki bilirsiniz, mən də professional şəxs deyiləm. Mən də fərdi təsərrüfatla məşğul bir insanam. Ona görə bu barədə sizin məsləhətlərinizə ehtiyacım var ki, görüm sizlər nə edirsiniz və yaxud da ki, həqiqətən bunun tam olaraq müalicəsini mi deyim, tam olaraq nə etmək lazımdır bilənlər varsa bərabər hamımız öyrənək ki, bunu da çəkim sizlərlə paylaşım ki, qoy bilməyən də hər kəs tam olaraq öyrənsin ki, bunun səbəbi nədir? Səbəbi mən bildiyim qədərilə istidən və soyuqdan yaranır deyirlər, amma istəyirəm ki, baxın o hündüşkada da azca-azca yaranır. Bir də ki, bu mən oturdum biraz düşündüm bu hündüşkalarla bağlı. Çünki bilirsiniz bu hündüşkalara artıq əlimi üzmüşəm. Çox da yaxşı da baxmıram bunlara. Yem barədə nə gəldi verirəm, nə gəldi dediyim, yəni həmişə bu vaxtlar yaxşı yemlərdən verirdim bunlara. İndi hansı yem gəldi verirəm bunlara. Çünki əvvəli biraz zəif çıxdılar bunlar. Ölüm falan halları yaşandı deyə. Bir də nəyi fikirləşdim dostlar bunlarda. Mən sizlərə həmişə məsləhət bilirəm ki, məsələn hündüşkozun tez-tez qan dəyişimi edəndə erkəyi dəyişin. Mən baxıram ki, bu erkəyim artıq məndə 3-cü ildir həyətimdədir də. O ana hündüşkada, o çıxan fərədə hamısı bunların balalarıdır. Mən götürüb bunları bir-birindən cütləşdirdiyimə görə də bu tip xəstəlikli balaların çıxması da məncə məntiqə uyğundur. Yəni bu tip hallara görə də bu şey yaşana bilər. Ona görə gələli mütləq şəkildə erkək hündüşkamı dəyişəcəm. Hətta görüm imkan olsa ya mavi şifer hündüşkası, o kür rəng kimi olan hündüşka var ha, ya ondan, ya qırmızı burbon o sarı rəngdə, ya da ki onların heç birindən tapmasam və yaxud da ki baha olsa, bütçəmə uyğun olmasa bəs şey alacağım. Amerikan bronz alacağım. Hətta bunu burada yaxından çəkim. Baxın, görürsüz gözünün ətrafı şippələ. Dünənlərə antibiotik vermişəm və gözünü çirkin sıxıb təmizləmişəm. Neysə, belə, yəni mən düşünürəm ki, bu illəri hündüşkamızın belə olmaqları o eyni qandan cütləşdirməyimin də böyük bir səbəbi ola bilər. Zaten bu il hər yerdə hündüşka pis oldu. Bunu ümid edirəm ki, mənə danmazsınız. Yəni çox insanda, 90% insanda bu il hündüşka olmadı və yaxud da zəif oldu. İndi yəqin ki, bizdə də ya o il baxımından belə oldu, ya da çox güman ki, bu qan eyni qana görə də ola bilər. Gələni mütləq şəkildə bunu dəyişmək lazımdır deyə düşünürəm. Elə istəyirsiniz videonu söndürmədən yavaş-yavaş gedim. Erkəyim çox yaxşı hündüşkəydi, ona görə saxlayırdım, amma dəyişmək lazımdır da o şey yəqin ki. Bu arada baxsam otu filan nədir deyərsinizsə, valla buranı bir dəfə bişdirmişik. Sadəcə bu illəri hava çox yağışlı keçdi deyə ikinci dəfə təkrar ot qalxdı. İndi yenə təkrar adam gətirib bişdirəcək. Hə, bunu da göstərim sizlərə dostlar. Bu brahmanı bilirsiniz ki, saqqalı brahmaydı, dayım vermişdi mənə. Bu elə gələndən bunu demək olar ki, qarnı ağrıyıb. Dərmanzad verirəm, düzəlir 2 gün sonra təkrar qarnı ağrıyır. Bunun qarnı ağrımaqdan zəif düşüb. Neçə gündə artıq dərman vermirəm, əlimi üzmüşəm. Onun da niyəsə yəqin ki, bağırsağında filan problem var imiş ki, o belə düzəlmədi, xəstə olaraq qaldı. Elə gedək heyvanları göstərə-göstərə toyuqları sizə göstərəcəm. Qırt yatan toyuğumuzu, onun haqqında danışacağım. Burada sesarlarımızdır. Bunun yanındakı hündüşkalar görürdünüz necə yaxşı idi. Həm yanında cüzə sesar var idi yenə, həm də ki bunların qanı dəyişikdi. Çünki onun yanındakılar ağ hündüşkanın balaları idi. Bu da ördəklərimizdir, qazlarımız. Onun yanındakı ağ hündüşkanın balaları idi. Ona görə yəqin ki onda problem yaranmırdı. Gəldik bu toyuğumuzun yanına dostlar. Qırt yatırdığımız. Bilirsiniz 15 dənə yumurta ilə qırt yatırmışdım. Altında görürsünüz ki 12 dənə yumurta qalıb. Deməli 3 dənə yumurtası bunun boş çıxdı. Sizə demişdim bir dənə bunun altında o bir ördəyin yumurtasından gec yumurtamış deyə götürüb qoymuşdum kənara. İlk yumurtalardan biri idi. Baxın o xarab olmuşdu. Bir də ördəyin ilk 2 yumurtası xarab olmuşdu. Deyirsiniz ki Ayxan, ördəyin 2 yumurtası olduğunu hardan bilirsən? Lal ördək saxlayanlar bilir ki, lal ördəklər yumurtaya düşəndə ilk 1, 2, bəzən də 3-cü yumurtası tünd rəngli yumurtayırlar. Belə biraz qaramtıl kimi yumurtayırlar. Ona görə ilk yumurtaların tanıdım. Demək ki bunun hardasa demək 33 dənə yumurta vardı altında. 33 gündə dalbadal hər gün yumurtamışdı ördək. Yəni bunun altına gətirəndə 33 yumurta var idi. Mən də çalışdım ki seçim ilk yumurtaların qoyun bunun altına. Təxmini demək olar ki, yəni ilk 2 günün 3 günün yumurtası boş çıxdı da, geri qalanların hamısı dolu çıxdı. Bu da onu göstərir ki, yəni ördəyin hardasa lal ördəyin 30 gün yumurtası xarab olmurmuş. Təbii ki, indi havalar biraz sərin keçirdi. Ördəklər saldığım yerlər elə də isti değildi. Onun da burada
təsirləri var əlbəttə ki, amma bir şey sizə nəzərə salım ki, lal ördəyi yumurtası ən dözümlü yumurtadır. Yəni həm soyuğa, həm istiyə ən dözümlü yumurta hansı heyvanın yumurtası desəz, lal ördəyin yumurtasıdır. Bəzən də deyirlər ki, yayda o günlər bir izləyicim yazıb ki, yayda istidir, niyə qırt yatırırsan, onları nə əziyyətli falan. Yəni heç narahat olmağa ehtiyac yoxdur. Bura sərindir, toyuğa heç narahat olmayın. İçəridəki, oradakı ördəyin yeridə ki, ördəklər yay aylarında yumurtaların üstündə yatmağa öyrəşidir də, belə demək lazımdırsa. Onlara da heç bir təsir, heç bir problem olmayacaq. Onlar da elə istini, elə də təsir olmur. Ki yumurtalarda dözümlü yumurta olduğu üçün yenə həmçinin elə də təsiri olmur. Təbii ki, ördəyin yumurtasına baxmamışam. Bugün sabah ördəyin də yumurtasına baxacağım. Onu da sizlərə çəkib paylaşacağım ki, onun neçə yumurtası dolu olub. Bu arada onunla da bağlı məlumat vermək lazımsa, o ördək mən videonu çəkdiyim gün yatmadı. Necə yatmadı? 1 saat yatdı, 2 saat yatdı, durdu, getdi. Sabah isə yenə 3-4 saat yatdı, yenə durdu, getdi. Ağırlaşana kimi çəkir. 4 dənə də opşum yumurtayıb artıq 24 yumurtası var. Dayama yumurtamır. Day kəsildi. Day yatıb yumurtasının üstündə. Yəni səhərdən axşama qədər yatır day. Yəni onda 24 yumurtası oldu. Onu da sizlərə açıqlamasını vermək istədim. Belə bilirəm buralarımız biraz bulaşıqdır. Təmizləyəcəm. Bu arada dostlar, onu deyim ki, baxın bu kəsimli çolpalarımızdan satdıq var istəyən olsa. Baxın orada gedirəm, buraxma xoruzumuz var, satdıq var. Buraxma cücələrimizdən satdıq var. Yəni sizə göstərim. Baxın belə cücələrdir, baxın. Belə xoruzlar, cücələrdir. Bunlardan satdıq var istəyən olsa. Biraz həyətimiz töküntüdür. Üzrüsən ona görə vaxtım yoxdur düzəltməyə. Daha sonra buraxma fərələrimizdən dostlar, baxın gold fərə. Bu satdıqdır. Bu fərəmiz satdıqdır. Daha sonra hansını göstərim. Gold xoruzumuz vardı videomda görənlər. Baxın o satdıqdır. Buraxmada nə desəz dekorativ toyuqlardır. Baxın bunun ayağının tükünə baxın. Görün necə gözəldir. Yəni bunlardan satdıq var. İstəyən olsa mənə yazarlar. Baxın digərlərdə burada cücələrdə var. Buraxmalardan. Baxın belə biraz balaca formalarda var. Biraz belə iri formalarda var. Bunlardan istəyən olsa ünvan saatlarını da qiymətlə bağlı danışmaq olar. İstəyən olarsa yazar, cavab verərəm. Aykan Farm TikTok hesabına da yazarsınız. Oradan da cavab verə bilərəm. Belə bugünkü videomuz bu hündüşkalarla bağlıydı. İndi görək bunların axırı nə olacaq. Sizin də məsləhətlərinizi gözləyirəm. Çox xahiş edirəm. Mənə biraz məsləhət verin. Görək bu hündüşkaları necə artıq bu sona qədər çıxarda bilərik. Gələnlərə 100% ki, həm başqa yerdən erkək hündüşka, həm də başqa yerdən dişi hündüşka mütləq şəkildə alacağam ki, genəllə sağlam balalarımız olsun. Çünki gələnləri inşallah hündüşka balası satışı etmək niyyətindəyim. Belə dostlar, sağ olun, salamat qalın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu video biraz qarışıq oldu. Ora getdim, bura getdim. Üzrü sayarsınız. Təşəkkür edirəm izlədiyiniz üçün. Kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Bir də onu deyim sizlərə dostlar. Bu YouTube'dan necə pul qazanıram adlı, necə kanal açmaq olar, necə YouTube'dan video çəkərək pul qazanmaq olar haqqında video çəkim demişdim sizlərə. İstəyərsiniz, istəməzsiniz. Ora hardasa bir 10 nəfər falan istəyərəm yazdı ki, mənə WhatsApp'dan yazanlar da var idi. Ona görə bu videonu da çox yaxın zamanda çəkib sizlər üçün yükləyəcəm kanala. Heç darıxmayın. Hər halda hətta növbəti videomuz olmasa belə ondan sonraki video inşallah ki onunla bağlı olacaq. Çəkib sizlər üçün yükləyəcəm dostlar. Darıxmayın.